Ne peşmansan Ferit, başa düşmədim. Nə deyirsən, nə var, nə yox Arzu? İtkin gəlin deyək, oğlan deyək, haralardaydı? Arzu, özümə bir ay kimi, bir kurs kimi bir müalicə götürdüm. Bir ay girmədim bura. Dedim bir kurs müalicə kimi aralaşım buradan, özümə elə bir xeyir olar da. Hə, valla. Arzu, gör nə deyirəm, sənin məndə olan kartın silinib başına deyirəm. O kartın istəyirsən. Tam bəsdir, sağ ol, Allah ki, mən olsun. Mən sənə demişdim, axı, mən TikTok platformasına həmişə gəlsəm, bir ayda gəlmirdim, görürdüm özündə. Biləm, yox idin o, hara, ay Allah, Sovet iqrarı. O qulağıma çatana görə deyirlər, Soveti tutublar. Allah dəmin də elə eşitdim, dedilər Soveti tutublar. Mən axşamdan axşama açıram Sovet devri, cücə zat almışam da, toyuq zat, yumurta zat. Xeyir olsun, xeyir olsun. Sağ ol. Hə, axşamda bir vaxt açıram, 1-2 saat hədiyələr atanlar atar, atmayanlar da ki, Arzu, toba deyəndə içindən neçə ant gedir də, bax, ay toba deyirəm, elə bir şey yoxdur, heç olmayıb da. Mən haqla, nətər deyirlər, haqla, ədalətlə yaşayan insanam, heç kimin bostanına daş atmamışam indiyə qədər. Nə heç kim olub mənim tutarlarsan başınadır, özün görmüsən də. Elə Arzu, elə bir ki, əsəblərim tarıma çəkildi. Əsəblərim tarıma çəkildi. Bir ay dedim bu platformadan aralaşım. Özümə gəlim də. Qurana and olsun, oldum anadan gəlmə. Allah haqqı Arzu, sən demə, müalicənin ən gözəl yolu bura girməməkmiş. İndi elə olmuşam anadan gəlmə. Quran haqqı elə bir dünyaya təzdən gəlmişim. Adam istər-istəməz, bilirsən Arzu, mən emosional insanam, mən reaksiya verməyə bilmirəm. Məsələn, adam var, belə ki, cəhənnəm olsun, nə olsun burada, amma mən elə bir içimə vura bilmirəm, deyirəm, bir də baxdım, durdum güzünün qabağında, dedim, mən dəliyəm ki, dəliyə dönmüşəm da. Bir ay kimi da bir ay yaxın ki, başlı bir ay oldu ki, da mən girmədim canlıya. Dedim elə həm də bu Arzu qabağıma çıxdı. Dedim, qobidən dəqiqləşdirib Arzu. Sən Allah elə söz deyiblər ki, Soveti tutublar. Deyirəm. Baxma, maddəsinin zadını da deyərdilər. Mən həmişə demişəm, hökumətimə də qurban olum, onun başında duran o kişiyə də qurban olum. Yəni, bu hökumət varsa, heç kəs yolundan caya bilməz, bir səhv addım ata bilməz, atan da cəzasını çəkər. Yəni, bir Allah şahidim olsun, Allahdan o aynası yoxdur, ay tövbə, Allahın adına and olsun, müqəddəs and olsun, Allahın izzəti zamanında elə bir şey yoxdur, olmayıb da. Çünki elə bir, yəni özün görmüsən də Arzu, mən cinayət xarakteri nəsə eləməmişəm, yəni nə olub ki, eləyəm? Sən gördüyün, sən qıraqda qabaqda çıxdın, mən kayıtlarım var, mən başıma nələr iş gəldi. Heç nədən xəbərim yoxdur Arzu, ay toba, nə olub, nələr baş verir? Diqqət olan yer paylaşıb, çəkib, nə ağarıb, montaj eləyib, nə eləyib. Belə də ki, çəkirəm ki, mən nə adiyyəti var, nəysə öz yerində. Hə. Bunlardan götürüşdüm, Sovet devri. Təsəvvür ki, 4 dəfə 102-yə çıxdım. 4 dəfə. Bərdə polisi gəlmədi, baxmadı. Kəstim, axırda bir dənə dəstəkçim var, səndən yaxşı olmasın. Dəstəkçimə zəng elədim ki, mənə pul lazımdır, bu qədər pul at. Sağ olsun, atdı da, getdim vəkil tutdum da. Hə, vəkil tutdum burada. Vətənxanə kimi bütün nə kayıtlar var, hamısını flash karta çevirtirdim, verdim onlara. İndi vəkil baxacaq, məhkəmə qurulacaq. Arzu, heç nədən qaçma, heç nədən də çəkinmə, sən düz yoldasan. Niyə qaçıram? WhatsApp-ma pozğun deməkləri, ondan sonra hamısını qayd elə, hamısını. TikTokda Mahrin elədiyi hərəkətlər, hamısı oradadır. Hamısı. İndi Allah onu da yola gəlsin, Allah onu da islah eləsin. İndi o biraz da şuluq uşaqdır, dəcəl uşaqdır. Allah onu da inşallah yoluna gətirər. Arzu, sən düz yoldasan, sən insanlıqda indi hamını səhv ola bilər. Sən özün bildin ki, mənim də səhvim oldu. Mən, yəni, günü bugünkü gündə də, yəni, nə qədər ömrüm var, yəni, nə qədər ki, səni tanıyıram, hər saniyə, hər dəqiqə, hər saniyədə
səndən üzr istəməyi özümə borc bilirəm. Çünki sən olsun, o nədir o Qubalı xalanın adı, yadımdan çıxdı. Qubadan biri var idi. Quba yoxsa Xaçmazdan idi. Yox. O da bir canlısı var idi. Canlı da biraz ona da elə bir qəsəbləşmiş. Ondan da çıxdım, üzr istədim. Yəni, insan səhv eləyə bilər. Önəmli odur ki, böyüklük odur ki, sən o səhvi etiraf edib üzr istəyəsən. Sən 2 qat böyüklük elədin ki, məni bağışladın. Bax, burada mən 300-400 adam var, 400-ə yaxın adam var. Deyib, oldu 400. 400 adamın içində deyirəm ki, sənin böyük ürəyin var ki, sən məni bağışladın. Yeri gəlsə bağışlamaya da bilərdin. Belə qəlbin qırılardı. Amma gör nə qədər gözəl ürəyin var ki, məsələn, elə bir ki, olmamış kimi. Bunların hamısı da mən əqrəb bürcüyəm. Əqrəb bürcü həssas olur. Hər şeyə fikir verirəm mən. Deyirəm, Allah sana qurban olma. Arzuda olan ürəyin yarısını da mənə ver. Bu qədər gözəl qəlbli insandır. Ona görə onu demək istəyirəm ki, Arzu, sən bu kompliment deyil, olanı deyirəm. Sənin böyük ürəyin var. Sən düz yoldasan, çəkinmədə, eşkinin bostanına daş atmamısan. İndi olub da bir ara ATV-yə çıxdın, sonra axırda da qayıtdın, gəldin anamın atamın yanına. Sənin yolun düz yoldur. Gələndən heç kəsə söyləməmişəm, deməmişəm, bir şey eləməmişəm. Mahir də ki, kimsən fitvasına gedir, getsin. Biləm, Əbülfəzin fitvasına gedir. Yəni, Əbülfəz də gedir. Bilirsən, Arzu, danışıb, deyib, sən bu platforma belə bir yerdir ki, necə yaxşı bir iş görsən belə, onu belə söz eləyəcəklər. Bax, evə gəlmirdin, onu bir söz elədilər, evə gəldin, onu yenə bir söz elədilər. Bu, bəzilərinə aid daha, kontekstdən çıxmasın sözüm, bəzilərinə aid ki, yəni insanların ağzı düzəlmir. Neynəsən də ona görə qoy danışsınlar. Danışıb yorulacaqlar, axır kiriyəcəklər. Hara qədər danışacaqlar. Yox, onu demirəm. Bu arada onu da deyim ki, maşallah olsun, tütün maşallah olsun, yaxşılaşmısan, qəşəkləşmirsən. Allah köməyində olsun. Senin səhvinin zay gəlib, rəngi rufunu açılıb qəşək. Yəni, o da ondan irəli gəlir ki, yaxşı gün görürsən, maşallah. Çöldə Bakıda nə var idi, əziyyət çəyi, stres, əsəb, bunlar hamısı adamı yeyir. Günə 1 ton yemək yeyəsən, əsəb adamı yeyir. Sən də orada əsəb çəkirdin, stres çəkirdin. Elədir. Yəni, gələndən burada sabitdir. Mən 1 dillənmədim, 2 dillənmədim, 3 dillənmədim, 4 dillənmədim. Məni mədəti yaxdılar, nə bilim, atası, anası evdə kişi salır, qızına gör, nələr, Mahir nələrdir. Mən ondan təcə keçəsi olmadım. Gör, nə dərəcə? O məhkəmə predmetidir. Orada şərəf vələyə, onu birbaşa canlıda deyibsə, bu bilavasitə məhkəmə inzibati qaydada bu qaydaları pozur. Sən bu insanı fakt, birincisi görmüsən belə, sənin ixtiyarın ola bilməz. Özgür bir insandır. Məsəl üçün deyirəm, Allah ilah eləsin, özü bilər. Onu sən çıxıb canlı yayında hallandıra bilmərsən. Kim evinə kişi salır, arzu deyil, qeyri-arzudur. Bu xətadır, inzibati xətadır. İkincisi də, sən bunu görmüş olsan belə, sən çıxıb deməyə haqqın yoxdur. Olmayıbsa belə, 2 qat sənin cəzan var. Olmayan şeyi necə deyə bilərsən? Əlinlə tutmuşsan, gözündən görmüsən, harada bilmirsən ki, o evinə kişi salır. O pervaq salıb əcəb eləyib, məsəl üçün deyirəm, İraq olsun. Amma sən bunu oturub, biri var 2 adamın yanında təxmin eləyəsən, biri var 300-500 adamın içində canlı yayında ağzından bıraxarsan. O kameralaşdıraram. Hesab edirəm ki, böyük bir cəza alacaq ona görə. İndi sən də bu işin haqqında qədər get. Axı, evimizdə kamera var axı. Bədəninə düşərəm ki, bu evə kim gəlir, kim gelir. O kameranı açdıraram axı. Açılaraq o kamera. Yenə də deyirəm, o qırmızı xəttlərə toxunur, düzgün eləmir. O qanmır da, uşaqdır. Uşaq da deyil, yetkin bir yaşdadır, amma cahildir. Qanmır ki, onun dediyi hər bir sözün bir çəkisi var, məsuliyyəti var. Olmaz. Sən bunu görməyə, yenə dedim, biri var 2 nəfər, 3 nəfər oturmuşsan kafedə bir damini oynaya danışırsan, bir də var 300-500 adamın içində bu sözü deyirsən. Onu birbaşa şərəf və ləyaqətini alçaldır. Gecə saat 1 demir, 2 demir, Sovet 3 demir, 4 demir, zəngili, atamı zəngili deyir, ay Peysər, evinə kişisi. Və bunlar hamısı şeydədir, hamısı... Yox, olmaz da, indi
Bax sən indi bunun bir vuran yıxan qardaşı yoxdur, xalası oğlu yoxdur. Ona o demək ki, sən bunun üstünə gəlməlisən. Yox, o yeri gələndə hamımızın qardaşı dövlətdir. Hamımızın atası, hamımızın nətər deyirlər, əri dövlətdir. Dövlətin bu cürə gücü var. Və mən də hesab edirəm ki, hər bir vətəndaş, yəni səni kimi zəif deməyim, zərif bir qadından söhbət gedir. Bu gücündən istifadə eləməlidir, layiqi cəhətdə istifadə eləməlidir. Sən bu gücündən istifadə elə Arzu, sən bu işin dalına düş. Yəni o nə deməkdir? Bu hansı dövlətdə yaşayır? Sən atama zəng edir, saat 1-dəki day demirəm də, yəni o təhqirlə, o söyüşlə. Düzgün deyil axı. Heç Barat əmi deyil, qeyri bir Barat əmi. Sən 50-dən yuxarı yaşı var bu adamın. Sənin baban yaşında, atandan da yaşlı yekəlsən. Mən başa düşürəm, Arzu ilə bir keçmişin olub, birlikdəliyimiz olub. Amma bunu bir aqressiyaya çevirmək, o aqressiya içində qalıb közərib də, o barışa bilmir məğlubiyyətlə, o yoxluqla barışa. Mən bunu da başa düşürəm. Mən də o yaş, 20 il bundan qabaq mən də o yaşda olmuşam. Mən o keçirilən o hissləri anlayıram. Amma onu bu formada, o məsuliyyətin dərk eləməlidir ki, onu bu formada, bu hala çevirmək olmaz. Ola bilər öyrəşib ki, bugünə qədər nələrsə deyib, Arzu onu bağışlaya gəlib. Amma bir nöqtə var da, deyilməyin bunu boğaza su yığılır, balasını ayağın altılar. Bir nöqtə var da. Sən bunu 300-500 olmaz axı belə. Yəni, belə götürəndə o mənim heç nəyim deyil, bir ziyanı da dəyməyib. Amma haqqçına deyirəm ki, olmaz. 300-500 adamın içində sən çıxıb kimisə şərəf ləyaqətini alçaldırsan, cəmaatın evində fakt tutursan, onu sübut eləyə bilmirsən. Sən bunu görməyə cəmaatın içində niyə deyirsən? Olmaz axı, hər bir şeydən əvvəl bir ədalət məhkəməsi yuxarıda, Allah görür. Bunu görməmsənsə deməyin düzgün deyil. Demirsən, bu məsuliyyətdir. Amma yenə də deyirəm, Arzu, seçim sənindir. Əgər bu şərəf və ləyaqətdən söhbət gedirsə, mən elə gəlir ki, sən bu işin dalicə düşə bilərsən. Axıra qədər düşə bilərsən və hesab edirəm, o layiqi cəzasını ala bilər buna görə. Əlbəttə ki, vətən xaini kimi gedir, söyüş və təhqirlər yağdırır. Yox, vətən xaini kimi getmir. Sadəcə bu məişət mövzusudur. Məişət, iki nəfərin arasında olan söz söhbəti orada ictimailəşdirir. 2 nəfərdə olursa 3 nəfərdir. Vətən xaini olsa ona cinayət işi açılar. Heç onun yatdığı yerdə evindən götürərlər. Açılacaq da səbirli ol. Bu sadəcə olaraq inzibati xətadır. 2 nəfərin arasında olan məişət mövzusu bu gəlir sosial şəbəkədə böyüyür. Və bunu çox adam görür, bu ictimailəşir. Buna görə o inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu işin dalicə getsən, o cəzasını alacaq. Getməsən, zəncirvarının davamı gələcək. Ola bilər onun dediyində ziddiyyət də ola bilər. Məsələn, deyə bilər ki, məsələn, mən filan sözü demişəm, səhər üstü açılar ki, yox, filan sözü deməyib, filan sözü deyil. Ona görə deyirəm, bu işin axırına qədər get, fakt araşdırılsın, görülsün. Hamısı. Araşdırılsın. Yəni, indi insansan, sənin böyük ürəyin var. Bağışlaya da bilərsən, bağışlamaya da bilərsən. O barədə mən heç də deyə bilmərəm. Amma hə, qırmızı xəttlərə toxunubsa, yəqin düz eləməyib o. Vallahi billahi düz eləməyib. Hər şeyi də keçmək olar. O yaşlı kişiyə sən geri saat bir də zəng eləyib o sözü deyəsən. Sən o sözü mən tüküm bir oldu. Nə danışır bu? Allaha and olsun, adamı şişə taxarlar. Sən bu adamın ağsaqqalına bir şeyinə toxunmaq olar. Gecə saat 1 demə, 3 demə, 5 demə. Hardadır səndə bu yaxınçılıq? Niyə belə ərki yəni? Sən heç bax Barat əmi deyil. Adi bir adam gecə saat 1-də yığırsan, deyir bu vaxt adamı yığar yəni. Yığasan bu periodda söyüş söyəsən. Olmaz da. İndi ola bilər bu qadınız, görürsən Allah şəfasını versin, tempolı infarkt keçmiş adam. Demirsən İraq olsun, sən bunu deyərsən bu burada əsəb olar, bir jivaniyə keçirərsən, telefon o tayında, bu telefon bu tayında. Mən başa düşürəm, cahil adamdır, beynini qanlı vaxtlarıdır. Mən də 20 il bundan qabaq o yaşda olmuşam. Amma bir yerə qədər. İndi ola bilər Arzunun ona qarşı bir vaxtlar bir duyğusu olub. O da ona arxayındır, fikirləşir ki, Arzu məni keçə-keçə gedəcək. Amma olmaz, belə şeylər eləmək olmaz. Anam təzə müalicə götürürdü, yalvar yaxar eləyirdi. Heç ona xala nətər oldu, heç onu soruşmaq yadına çıxar. Biraz yaxşıdır, müalicələri qutarandan sonra tam dəqiqliyinə biləcək nətərdir. Biraz yaxşıdır. Şükür Arzu. Ömrün bundan qalan hissəsinin Allah haqqı o kişi ilə arvadın yanında keç. Onların bu dəqiqə diqqətə qayğıya ehtiyacı var. Quran and olsun.
Yəni indi insanıq, hamımızın bir həyatımız olur. Amma bir nöqtəyə gəlib çatanda fikirləşirik ki, elə bundan sonra canımız da valideynimizə qurban. Qurana haqqı, Allah hamd olsun, Allah onları bir gün, bir saniyə bizim üstümüzə əsir eləməsin. İndi o yenə də deyirəm, o arxayan ola bilər, bugünkü günə fikirləşir ki, Arzu mənə heç nə deməz, Arzu məni bağışlayıb, bir bağışlayıb, iki bağışlayıb, üç bağışlayıb. Amma bir nöqtə var da, adam o nöqtəyə çatanda keçmir. O dediyi sözlər birbaşa məhkəmə predmetidir. Yəni, sən necə yəni, mən tutmamısan sən məni, necə rahatçılığına deyə bilərsən ki, mənim evimə kişi şantaj da var burada. Sən mənim şəklimi götür, paylaş elə cəmaatın sonra dünən belə. Sovet devri qulaq as. Mən tutaq ki, siqaret çəkirəm, elə. Bax, çəkirəm, yaxşı eləyirəm. Bunu Məmmədə kiçiltmədən sonra mən siqaretə başlamışam, çəkirəm. Sən onu mənim şəklimi çəkib, niyə paylaşım şantajdır? Bu bilsən nədir? Bir dömürdə mənim icazəm olmadan kimsənin şəklini paylaşır. Burada şaxələnir də bu burada. Bax, biri var, sənin şəklini paylaşır, səni qabağa şərt qoyur. Məsəl üçün, gəlib mənlə bir yerdə yaşamalısın, yoxsa bu şəkili yayacam. Və yaxud bu şəkili paylaşıram, mənə bu qədər pul verməlisən, pul lazımdır. Bir də var, prosto sənin şəklini paylaşır. Bax, burada bu şeydir. Hansından eləyib bunu, onu bilmək istəyirəm. Hansından eləyib? Hər ikisində. Şəklimi də qoyub, başlayıb açıq-açıq danışma. Bax, şəklini paylaşır, biri var səndən nəsə tələb edir. Şərt qoyur da qabağa. Bir də var, heç də sənə deməmiş şəkili belə paylaşır. Onu bilmək istəyirəm, hansından eləyir? Mən atmışam onu blokazada. Hə, sənin şəklini paylaşıb, səndən heç də tələb eləməyib. Hə, o şantaj deyil Arzu, o şantaj deyil, sadəcə olaraq səni biabır eləmək istəyir. Bu da birbaşa şərəfli. Arzu. Hə. Üzrlü saya, əlim dəydi mikrofona, səsi bağlamışam. O da birbaşa şərəf və ləyaqətdir. O da birbaşa şərəf və ləyaqətə toxunmaqdır. Sən onun amacı sənin imici və ləkə gətirmək, səni biabır eləmək, səni bir sosial şəbəkədə pis kimi təqdim eləmək. Yadıma düşüb bir ay, 2 ay bundan qabaq sən idin, mən idim, bir də ay günü idi. Sən yaxşı bir söz işlətdin. Dedim, bizi pis kimi tanıdırlar. Pis kimi göstərirlər. Bunun da məqsəd odur. Pis kimi tanıtmaq. Yəni məqsədi sənin imici və ləkə gətirmək. Başa düşürsən, səni pis kimi tanıtmaq. Ay Sovet devri. Sənə qurban olum, qulaq as. Allah eləməz. Mən siqaret çəkirəm. Mənim yanımda 6 ay nə gəzirdim? İçirdim, yanımda nə gəzirdim? Tamam mı? Bunu da qoyduq bir qırağa. Yaxşı, məni biabır elədin, el gözündə saldınsa və yaxşı, bu gün direktə mənə yazırsan ki, Arzu qurban olum, gəl barışaq. Niyə? Bilirsən, Arzu, bax, burada məsələ nədir? Məsələ, onun bir dənə həmləsi ondan ibarətdir ki, səni təzədən əldə eləsin, o köhnə münasibəti bərpa eləmək. Onun içində həm istəyi var, həm nifrət var, o qarışıb bir-birinə. O bilmir ki, hansı yolla, hansı vasitədən istifadə eləsəm, keçmiş günümüzü bərpa eləyə bilərəm. O deyir, o əli üzünə saman çöpündən yapışar, əli hər şeydən çıxır, o vəstəyə də əlatır. Deyir, bəlkə Arzunun şəklini yaymaqla mən onu bəlkə biabır eləyə bilərəm. Bir də insanlarda belə bir şey var, ona görə deyirlər, insanlar ipi qırıq olur. İnsanlar mehriban vaxtlarında, birlikdə olan vaxtlarında biri-birinin pis şeylərini izləyirlər və onu ötürürlər yaddaşa. Atıram, məsələn, Arzunun siqaret çəkməyi mənim yanımda olub, məsəl üçün deyirəm, mən mahir olaraq bunu deyirəm və bunu ötürürəm yaddaşa. Mehribançılıq vaxtımızda onu dilə gətirmirəm, onu hallandırmam, hətta qıraqçı da deyirsə ağzının üstündən vururam. O ötürüldü yaddaşa. Nə vaxtsa Arzu ilə aram dəydi, bizim münasibətlərimiz soydu və belə deyək, aramızda düşmənçilik yaran, mən onları çıxardırım üzə. Məsələn, bir dənə siqareti dedim də, Arzunun başqa məsəl üçün deyirəm də, yüngülvarı bir pis vərdiş ola bilər, onu. Biz həmişə pis şeylərimizi saxlayırıq yaddaşda. Səhər qıranda bir-birimizi, onu başlayırıq bir-birimizin üzünə vurmağa. Onun burada yeganə bir məqsədi var, o cavan uşaqdır da, indi o yeni yetmə uşaq. Onun keçirdiyi hissləri mən bir dəqiqə əzbər deyirəm. Onun bir dəqiqə o boyda elədiklərinin səbəbi səni geri qaytarmaq.
köhnə münasibəti bərpa eləməkdir. O bütün mehribançılıq olan vasitələrinə əl atdı, hamısı əldən çıxdı. Çünki gördü ki, hər şey iş işdən keçib. Arzu öz ailəsinə qayıdıb, valideynlərinin yanındadır, orada adaptasiya olub, tutaq ki, cücələrini alıb, toyuğunu alıb, evində eşiyini, məndən təmiz soyub, mənlə arasında olan bağ itib. Ona da əl atır ki, bəlkə Arzu qadındır da, ehtiyatlanır o biabır olmağın dərdindən. Deyək ki, Mahir, mən sən deyəndən razılaşam, deyək ki, mənim adımı çəkmə və yaxud mənə biabır eləmə, bir yerdə yaşayaram səndən. O vasitəyə də əl atır. Sən yetkin qadınsan. Yox, sən yetkin bir qadınsan. Yəni, dövlətimiz də buna icazə verir ki, yetkin bir qadın, yetkin bir kişi istədiyi, demirəm, indi deyir o, insan öz başına bıraxsan çox səhvlər eləyə bilər. Amma yəni 18 yaşın aşmış hər bir insan azad bir vətəndaşdır. Çərçivə daxilində müstəqildir, istədiyini eləyə bilər çərçivə daxilində. Heç kəs də onun işinə qarışa bilməz ki, Arzu bugünkü gündə siqaret çəkir, viski içir, misal üçün deyirəm. Heç şəxsən Allah ki, mən səni siqaret çəkən görməmişəm. İndi sən özün deyirsən ki, yəni mən inanmıram da, bəlkə əsəbindən deyirsən. Yəni eləyirsənsə belə özgür adamsan, özün bilərsən. Heç kəs ona qarışa bilməz. Nə dövlət, nə qıraqçı bir insan. Qıraqçı bir insan heç kim qarışa bilməz. Heç kimin ixtiyarı yoxdur. Hər birimizin şəxsi bir həyatımız var. Ona görə də düz yoldasan, əgər o dərəcədə, indi ara qızışdırmaq kimi olmasa, mən xoşlamaram belə şeyi. O dərəcədə sənin şərəf və ləyaqət verir ki, mahir deyil, qeyri bir mahir olsun. Şərəf və ləyaqətivə toxunacaq, sənin ailə və özü və nüfuzuna toxunacaq bir şey eləyibsə, o işin dalıca düş. Çünki bugünkü gündə bir addım gəlibsə, sən buna göz yumsan, səhər 2 addım gələcək. Yeni gəlir İraq olsun, gəlir evdə vura səni zədəliyə şikəst ediyə. Olmazaq, bunun qabağı alınmalıdır. Düzgün eləməyib. Bunların heç birindən mənim xəbərim yoxdur. Allah haqqı indi sən deyirsən, mənim indi eşdirəm. Bir də Arzu, şeydir, indi vallahi Quran haqqında adın çəkmirəm, o şeyi, o adı batmışın canlısından sonra qorxuram elə şeylər deməyə. Sənin o kartın silinib məndən. Burada var da, profilimdə də var. Harada var Arzu? Şeyə varım, üstündən varım. Mənim üstündən var da var. Bioda var. Arzu, sənin kartın mı deyil də? Bu da ABB kartıdır da məndə. Sən elə bir kapitalıydı axı. Kapitalım da var. Bir dəqiqə gözlər. Yəni Arzu, sən düz yoldasansa çəkinmə. Düz yoldayım. İnsan ürəyi yumuşaq olanda insan bağışlayırsa, o deməkdir ki, o insan hüquqlarını bilir. Çox bağışlamışım, Sovyetdə. Çox. Quran haqqı Arzu, bax, o ay tövbə deyirəm. O deyilənləri indi eşidirəm. Səndən indi eşidirəm. Mən onların birini bilmirdim. Olmaz, o gecənin birində sən o yaşlı kişiyə zəng gelib o sözləri deyəsən. Adam şişə taxarlar. Arzunun bir qolu güclü qardaş olsa o söz deyə bilərsən. Gəb xıtlayəzdilər. Bənə? Siqnal gəlir sən Arzu. Ya siqnal yox. Baxın. Nədən biləsən? Gəlməyib. Dəqiq Arzu. Arzu, bir dənə də baxayıq qadas. Necən yığdı? Gəlməyib Allah haqqı. Arzu, onda belə elə də sən.
Buradan çıxma, elə bir dənə kartı yenilə. Amma buradan çıxma. Yenilərimdən qoy. Axırı neçə yığdı? 79-36 yığdı. Qoy mən sənə kartı deyim də belə. O siqnal gəlməmək sizə. 55, bax burada yazılan kartı deyirəm Arzu. Hə. 55-22 09-93 düzdürmü? 61-98 79-36 Və niyə qoyudan? Təşəkkür edirəm. İndi gəldim. Yenilə. Allah xoşun olsun. Arzu, yəni nəyi demək istəyirəm? Onsuz da özümə dərs vermişəm. Özümə həm söyüş qoymuşam, həm söz vermişəm. Bax, bir aydan çox idi mən girmirdim da TikToka. İndi girdim. İndi baxın, bir aydan sonra, bir ay yox, ay yarımdır. Ay yarıma yaxındır. O Aygün nə zaten danışırdığı sən mən. Ondan beni girmirəm. Arzu, inanırsan ondan beni indi, bax, bir saat olar girmişəm TikToka. Amma özümə həm söyüş qoymuşam, həm söz vermişəm. Fasilələrlə girəcəm. Aram-aram. Mən də elə girəm. İşimi gücümü dalayacaq. Çünki Arzu, əsəb oluram. Dəli oluram, dəlici oluram. Quran haqqı dəlici oluram. Allaha and olsun dəlici oluram. Reaksiya verməmək olmur. Mən də deyəm, axşamdan axşama 1 saat, 2 saat açıram. Görüm hədiyyə atan yox. Nə yadıma düşdü? Ay Arzu, nə yadıma düşdü? Yada düşür. Sona xala indi nətər deməyəcək, bir normaldir vəziyyəti. O vaxt mən səninlə danışanda yadıma düşür, ayılmırdı, yatmışdı, o vaxtlar idi. Arzu, yadıma düşür, mən sana dedim, canlı dedim, 5-də gedirəm, gecə saat 12-də də olsa pulun qalanı mən vuracam. Gecə zəng elədim, Barat əmi açdı telefonu, yadan düşür. Bəs onda mənə niyə kartı demədiniz? Nə bilim? Yadan düşmədi mənə. Sən hansı gecədir bilmədin, mən hansını deyirəm. Bildim. Telefonu Barat əmi açdı, dedim, Barat əmi, mən Arzuya demişəm, bir də mənə kart deyin, o pulun qalanını vurmalıyım. Yox, nəhlə çedə, kart yox. Dedim ki, pulun qalanı nə qədər qalıb? Bir də mənə kart atın. Mən o pulun qalanını da tam vurum da söz vermişim, gecə qutarmalıdır bu dərman pulu ki, hətta mən yadıma düşür, günü sizə demişdim, Barat əmi gecə ilə yeyib aptekdən ala bilər o dərman. Dedim, oturub başına yeyib ala bilər. Rayonun özündə var 24 saat. Sonra gecə zəng elədim, Barat əmi gəldi, sən telefonu uzatdı, dedi, Sovet dövrüdür. Nə bilim, dərmanla bağlayıb səni. Sonra o buyurdu, nömrəyə zəng çatmır konkret. Dalmadan yığıram, Zaretkası qutardı, Sabit'e. Elə biz səndən ad boy gedəndən sonra... Elə pis oldum Arzu, niyə pis oldum, Quran haqqı. Dedim ki, bəs mən demişdim ki, bu gecə bu resept tamamlanmalıdır. Arzu nömrəyə də zəng, Aygünə də öldürürəm ki, Aygün mənə nömrə, deyir, neyinin bir dənə məndə olan nömrə budur. O da dedi ki, Sona xalanın nömrəsidir. Mənə Aygün şeydə atdı WhatsAppda, özüm gördüm, yazmışdı, Aygün telefona yazmışdı Sona xala. Mən də onu zəng elədim, Barat əmi açdı. Bildin nədir? Həm də qulaq ası, həm də onu Aygündən alıb o nömrəni yaddaşa vuranda gördüm, sən mənə Günüz Barat əmin nömrəsini vermişdin axı. Gördüm, həmən nömrə eynidir. Dedim, bu nətər olur? Mənə Barat əmin nömrəsini verib, amma bu Sona xalanın nömrəsini. Nömrəyə belə nömrə kimi yığırsan, zəng çatmır. Amma WhatsAppda zəng çatdı. Sonra da o gedəm itdir nömrə. Zəng çatmır qansır WhatsAppda ona. WhatsAppda olan nömrəsini atamcanın başına iş gəlib. Onu da tezlikdə mən qonşunun oğlu. Mən bir ara getdim atamla. Dedim ki, Ayata gedək, bir dənə telefon götürək.
birini iş telefonu eləyim, birində şəxsi telefonu. Hə. Dedi, yaxşı. Getdik Kantokoma. Kantokoma gedəndə, ay Allah, telefon hazırda telefon. Gəl atamın krediti çıxdı. Gəldi atam qonşundan qırğın qiyamət elədi. Ki, bəs sizə dedim ki, məni gecikməyə salmayın. Çünki mənim evim yarım-yarımçıqda. ABB-dən də götürəcəm kredi. Evi düzəltdirəcəm. Bəs oradan da ma verilməyəcək pul. Hə də adım sizə görə şeyə düşür də, gecikməyə. Sovet devrim. Məqam elə gəldi, məqam çatdı. Getdik dünənlərim atama mən kredit götürdüyüm yerdən. Bankdan. Ki, atama 500 manat pul götürək. Həmi hinti itirim. Toyuqlarına 1500. Hə də 1500 götürmək istəyirdim. Hə. Həmi hinti itirim. Həmi biraz hamamı düzəldi. Başıma su qoymaqdan yoruldum ta. Su qoyçuyum da. Adam içmədə qonşuya nə qədəm gedərsən. Getdim mamamın, zamında mamam duracıydı. Mamamın az pul martı çıxdığı üçün 56 manat bir keçirdi. Yəni, opşim 156 manat pul keçirdi. Bağladıq. Dedik ki, bu bağlayandan sonra düzələcəkmi? Dedi, hə. Gəl, Sovetdir. Tarap, atamda 3 dənə kredit çıxdı. Xəbəri yoxdur. Xəbəri yoxdur. Demək, qonşunun oğlu, sən götür. O, sən yığdığın WhatsApp nömrəsi var ha. Onun adi zəhri gəlir ona. Götür. O yüzden çatmır da bana buraya. Yəni, qırtılların nömrəni. Bir qulaq astan, ha? Mən təzəlikcə bilmişim. Mən deyə bilirəm, bunların nömrəsi. Prosu, deyirdim, ay Allah, bu nömrə niyə acil yazıraq? Axı, buna zəhdə gəlir. İynən soxdum, çıxartdım, gördüm, nömrə var orada. Nömrə yoxdur, sadəcə də WhatsApp deyir. Yazıq adam, dünənnəm, elə qırğın qiyamət oldu. Deməli, oğlan, bu şey yoxdur, aqrodur, nə telefonla götürənlərdən. 3 dənə götürüb, biri 111 manata şişib çıxıbdı, biri 200 neçə manata çıxıbdı, biri də 300 Nədi vardı, nə götürüb deyirsən, kreditdir o da. Pul da bu telefonla götürmürlər, pul. Az pul matsat belə, manat Az pul böyle bu. Bu hansı şeydə az pul mat da çıxmır bu. Heç nə çıxmır. Deyir ki, 3 dənə adına kredit ver. Bu da and içir ki, qonşu mən adıma paltaryan götürüb, bir dənə də şey götürüb. Getdi, telefon. Getdik ora Kantokoma. Getdik ora dedi sizə gecikmək yoxdur. Yəni yoxdur. Bu başqa bank ola bilər. Bu 3 dənə kredit nədir? Nəysə elə oldu Sovetdir. Atam hissə. Atamın da gələn aya kimi vaxtı var. Da şeyi bitir, davernisin vaxtı bitir. Maşın çıxası deyil heç hər. Yenə işindən zaten gedən əlimizi tutur da mamamız. Davernisin vaxtı bitsə, atan harda kameraya düşsə 50 manat cəriməyə düşür. Hə də ona görə də maşın çıxartmayacaq. Neyse bu da həm də maşına görə tələsirdim. Verilmədi, çıxdıq gəldi üzü sulu. İndi ayağını diribdi, indi dünən gedib danışıbdı. Anası da deyibdi ki, bu da Moskvaya qaçmaq istəyir. Bə, krediti olanın Moskva nə yaxşı buna bilet verilir. Neyse, getdi danışdı, dedi birinci günü danışadı. Dedim Allah'ın olsun ki bu iş polisə gedər, yəni pis gedər də yəni. Yox, Arzu, bax görünə, o atamın adına kredit götürübsə, atamın nömrəsindən istifadə edib də, düzdür. Hada qırıb tulluyubdu nömrəndə, zəh gəl. O Moskvaya yox, Washingtona da olsa bilər. O heç bir məsuliyyət daşımır ha. Onun adında kredit yoxdur. O atamın adına, o şərəfsiz atama yükləyib ona. Bildin nətər? O fakt təsdiqini tapsa cinayət edib. Xəbərim var, kimisə adından, kimisə xəbəri olmadan sən istifadə. O ki bir cinayətdir o şey. Allah'a and olsun. Sen ne danışırsan? Ben oturup Arzu oturup evində, mən götürüm Arzu'nun adı kredit götürüm. Böyle şey var. Deməli, o vaxtlarım, indi ay dostlar danışıram, yəni bu keçmişdə qalan bir şeydir. Bilirsiniz də o vaxtlarım, bilirsiniz adını çəkmək istəmirəm. Nişanım olanda verdi işte kimdən evləndim. Prosto əskim tutuluydu, adını çəkən kimi decə Arzu adımı çəkdi, ölür dərdi. Detallara getməyir. İctimailəşmiş insan mı bilir, neyse. Neyse bu o vaxtlarım biz burada anam ondan burada qalanda bizdə. Neyse kəbin çörək kəsdi şey verdim. Sentyabrın 11-i elə bir ki həm kəbin çörəyi verdim, həm də ad günü keçirdim. İkisini bir arada elədim. Neyse zaks deyirik də biz ona. Zaksa ərzə verəndə. Aydın.
Hə, neysə papatya xoş gəlmisən. Neysə şeylədim. Deməli o vaxtdan həmin oğlan yalandan maddi ki, gəlir. Nəyi? Bundan ayrılanı eşitsən Sabirtəmi. Bundan ayrıl. Yanıma adam gəldi, ona görə mikrofonu bağladım, bağışla qadız. Hə. Bundan da ayrılanda kəbin çörəyindən sonra bir ay öncə ayrıldım. Axı hamı da bildi ayrıldığımı. Neysə oktyabrda mən ayrıldım. Oktyabrda ayrılanda onda verişə zada çıxdım, biraz çığır bağır elədim, sonra gəldim evə. Evə gələndə veriş tətilə çıxanda. Gəldim evə. Hə, dedim mənə pul lazımdır. Ay filan kəs mənə pul götür. Az pul martda. Gör mənə nə qədər pul verir. Dedi yaxşı. Bu da 2024'te 2004'te. O vaxtlar az pul mat az verirdi Arzu. Ben de 50 manat verirdilər deyim. 50 manat da 60 manat da verir. Elə çarxa fırlayırdın, çarx gəldi neçənin üstə durdu, onu verirdi. Hə, neysə. Dedi yaxşı. Belə elədim, gül dedi, gözün qıp dedi, elədim. Bu yarım saatdan sonra dedi, axı mənim adıma heç nə yoxdur. Mən də səy tupoyluğum. Qayıtdın ki, deyir vermədi. Deməli, mənim telefondan nətər öz kartına keçiribsə pulu, gedib çıxardır. Mənə də deyib ki, vermədi. O az pulmat, bu az pulmat. Məhədə, elə məsuliyyət qalır sənin üstündə də. Bax, görsən, bu dəqiqə bilsən necələrdir? Bu dəqiqə bilsən necədir? Biri gedir 10.000 götürürsə, o birisi ona kəfil dayanırsa, yəni zamin. O getdi, yapışırlar zaminin yaxasından. Gəl bura, sən verməlisən o pulu. Yəni, bax, belə apaslı bir dövrdür, qardaş. Ona görə gözün ağ olsun, qarası olsun, pul haqq hesabında heç kimə etibar eləmə. Yox, bizim yanlardır. Atamla cür, bax, bir aydan sonra maşını vaxtı bitir, o çıxa bilməyəcək maşından. Evimiz yarım çıx. Görürsən, bu cücə alqı satqısı eləyirəm, yumurta eləyirəm, da işləyirəm də, bu da mənim üçün bir işdir. Yeri gəlmişkən, xırda ticarətlə məşğulsan da onda elə, tüyoxları ona görə almışsan da Arzuyu. Hə də, yumurta, klientlərim çox deyil. İkisi iri manatlaşam. Allah'ın dostu, Allah bərəkət versin. Getdim ikisini də əlavə aldım, tulladım ki, yumurtlayan çox olsun. Var, istəyənlər çoxdur. Nə qədər qazanmışsan? 20 manat halal pulunu Allah'ın dostu. Onu da attım toyuqları gözünə ki, yumurtlayan şey. Getdim 50 dənə cücə aldım, gətirdim də bu hədiyyələrini. 15 qəpikdən verin papatya. Hamı deyir, niyə ucuz versən? Deyirəm ki, mən ucuz verirəm ki, həm kənd yumurtasıdır, həm də ki, mən belə verim. Mən orada 1 manat qalsa mənə nə xeyri? Özüm üçün satıram, pul eləyirəm də, fərqi var. Mayasına bir dəfə mən danışmışdım, bilmirəm, yadında qalıb ya, yox. Mənim yaşa bu yaşa qədər ətdir, yumurtadır, nə bilim, belə şeylər yemirəm də, yəni yeyə bilmirəm, yesəm ölərəm. Amma ondan məlumatım var ki, bir təmiz ət, bir təmiz yağ, bir də bir təmiz yumurta. Bu insana bilsən nədir? Sistemdir, dərmandır. Bildiyin sistem. Elə bir insana sistem götürürsən. Təmiz yumurta var bu dəqiqə. 15 qəpikdən verməyir, 20 qəpikdən verir. Sən şəhərdə bilsən nə içədir kənd yumurtası? 50 qəpik, 60 qəpik. Hələm 40 dənəsini bundan sonra yığacam, 100 dənəsini də yığacam, xırdalana göndərəcəm, Gəncəyə göndərməliyəm. Hamısı da işləyir. Elə ondan nətər göndərsən Arzu? Bax, nətər göndərəcəm Gəncəyə. Məsəl üçün, buradan qoyacam, yol pulusunu verəcəm. Məsəl üçün, onlar versə də sağ olsun, verməsə də sağ olsun, gənə də götürəndə şeyini. Yol pulusunu da hesablayacağım, yumurtanı da hesablayacağım 15 qəpikdən. Məsəl üçün, 100 dənəsi istəyəndə nə qədər məyəli 100 hesablayıb veriləcək, yol pulusunu da versə də 15 qəpikdən. Ondan sonra da götürəcəklər orada işi. Deyəcəm, get filan avtovazqaldan götür, filan maşını filan şeydir. Ölçdüyün elə. Gəncəyə də buradakı hələm atam maşının vaxtı bitməyənə kimi gedib aparıb verib gələcək. Görsən Arzu, elə Allah'ın olsun, ondan o işdən yapışdan böyük bir şey, xeyir gətirəcək sənə. Həm başın qarışacaq, nə qədər başın qarışacaq. Həm də ki, ondan əlavə, ticarətin içinə girərsən, Arzu, başlayırsan, bugün töyük işi ilə səhər başda, yəni elə artırasın. Əlində maya toplayasın, o az deyil Arzu. Yox, bax, Quran haqqı, bax, indi
Quran nəyin adıdır? Bəlkə də bir aydan çox səni görmürəm. Maşallah qəşəngləşmisən, özdə nə mənada qəşəngləşmisən? Sifətin, rəngin, rufun gəlib özünə. Baxma da Arzu. Əsəb keçirirdin, stres keçirirdin. Gələ-gəldə də anan belə oldu. O da bir tərəfdən sənə şey oldu. Evdə yemək, içmək bir şey tapılmır. O hamısı yığılır üst-üstə. İnsan əldən gedir də. Bu maşallah özünə gəlmisən, yaxşısan. Biraz qaralmısan elə mi? Günün altında duram da. Demirəm, bəs çardaq olmamam görmüsən də, yəqin ki, açanda çardaq kimi yoxdur axı, evin qabağına eləmək istəyirik. Ona görə istəyirik də pulu götürək ki, məsələn mən toyuq cücəyə baxanda it var, it. İt dadanıb neçə cəmaatın toyuğunu yeyibdi. Güdürəm axı, ona görə günün altında qara. Hə? Hə, mən baxdım, dedim bu ola bilər də, məsələn o pudra deyirsiniz, kosmetika deyirsiniz. Dedim, Allah, kosmetika var, yoxsa rəngi özü belə təbii qaralıb. Belə günün altında gəzmişəm o qədər, ona görə qaralmışam. Günün altında. Maşallah, Arzu, Quran haqqı özdə, sən dərin təmizlərdi, yəni özünə qulluq elə. Quran haqqı deyirəm, valideyn bir də özün, onlardan başqası heç kimi düşünmə. Birinci valideyni bir düşün, sonra da özünü. Heç kimə görə fikir eləməyə, heç kimə görə kimsə özünü həsr eləməyə dəyməz bu həyatda. Allah səvət də bir bunu mən demirəm. Bunu mən demirəm. O veriliş tanınmış bir veriliş idi. O verilişə Azərbaycanda böyük bir kütlə baxırdı. Ona görə də səni tanıyırlar. Hamı gördü ki, İnan, səvət də mən bazara çıxa bilmirəm. Mən dükana gedə bilmirəm. Hələ atamla gedirəm, atamla gəlirəm. Dükana girib çıxıram, mən kofr xəstəsiyəm da. Nəyi demək istəyirəm Arzu? Yəni, səni bizə necə tanıyırlar? Özünü fədakar eləyən bir adam kimi tanıyırlar. Sənin birinci evliliyində də bu olub. Eləmirsən, bilirəm ki, eləmirsən. Uşaqlığı da evliliyi deyirəm. O heç o ictimailəşməmişdən qabaq. Və bu adını çəkmirəm. İkinci evliliyində də hər kəs görür ki, sən fədakarlıq elədin. Alınmayan da alınmır da, nə eləyərsən? Döyülmüşəm də, söyülmüşəm də, vurulmuşam da, hər şeydən biz öz doğmalarımdan da keçmişəm ki, bizə niyə keçmişəm? Bizə niyə keçmişəm demişəm, bir valideynlərim var, sabah yoxdur, axı mənim arxamdayam, mən gələcək həyat yoldaşım olacaq. Bir də Arzu, sənə bir şey deyim. Məsələn, o... Sən danış, mən... Yaxşı. Arzu, bugünkü gündə nadirən elə bir qadınlar tapılar ki, malda, mülkdə, pulda gözü olmaz. Məsələn, indi birinci evliliyi heç kim görməsə də, ikinci evliliyi hər kəs gördü da, bu səndən asılı olmayan səbəblərdən oldu, veriliş vasitəsi. Sən nə o ailə quracağın bəyin, onu axtarmamısan ki, evi var, eşiyi var, o bəzi qadınlar kimi deyir, maşının var, evin var, heç birində gözün olmur. Oruca lütf onu bəyənmirsən, onu qəbul eləmirsən. Bəli, o az deyil elə qadınlar ki, kişinin tək özün qəbul eləsin. Və indikilər deyir, maşının var, evin var, pulun var, işin var, yoxsa nə eləmirsən?